Asfalt yolun kənarında belə bir 3 otaqlı əla bir həyət evimiz satışa çıxıb. Paket qutçalı evdir, 90 kvadrat metrli sahəyə malikdir. Jalüz qapı, əlavə kalitka qapı piyadalar üçün. Qaz, suyu, işığı fasiləsizdir. Mərkəz kanalizasiya var. 14-15 daş kürsü üzərində inşa olunub. Zirzəmi aşağıdan keçid qoyulub. Bütün kommunallar mövcuddur. Dəyərli izləyicilər, baxın, 50 metr aşağıda məktəbi, solda məktəb, sağda bağçası və bu yol üzərindən bütün növ yaşayış obyektləri mövcuddur. 20 yanvara gedən maşın, avtobus, bir 50-60 metr aşağıdan keçir, 142 nömrəli marşrut və birbaşa 20 yanvar metro stansiyasına hərəkət edir. Cantaba ərazisi, Masazırın ən perspektivli ərazisidir. Ərazini izah edeyim sizə. Bax, bu gördüyünüz binalar var, dəyərli izləyicilər. Bu binalar Xırdalan dairəsidir. Xırdalan dairəsinə 2 dəqiqəyə maşınla çata bilirsiniz. Buradan zirzəmi sahəsini sizə göstərim. Kombi aparatı orada quraşdırılacaq. Zirzəmi görürsünüz nə qədər pilləkan aşağı qoyulub. Oradan da daxilinə doğru düşür. Əlavə əşyalarınızı o hissələri yığa biləcəksiniz. Evin qiyməti 90.000 manatdır. Burada elə asfaltın üzərində torpağın bir sotu 20-30 min manatdan satışda olur. Heç asfaltın üzərində torpaq yoxdur satışda. Buraya evin zal hissəsidir. Zal təxminən 30 kvadrat metrdir. Televizyonu xətti, kondisioneri xətti, radiator görürsünüz, hər biri çəkilib hazır vəziyyətdədir. Asfalt yolun üzərində əla təklifdir. Ümumiyyətlə, 3 otaqlı evlər şəhərə bu qədər yaxın, asfalt yolun üzərində marşruta bu qədər yaxın olmur. Hansı ki, zəng vurub deyirsə, avtobusa, marşruta, məktəbə yaxın 3 otaqlı ev, baxın, o ev budur. Burada da kondisioneri xəttini görürsünüz, kondisioneri xətti atılıb hər bir otağı. Ev 60-ın 60-ı təməl üzərində tikilib, gəlib yerindəcə baxa bilərsiniz. Əvvəldən axıracan cüt kubiklər və mərtəbənin yekununda beton kəmər atılıb. Burada sanuzel istipolla təchiz olunub. Qiymət 90.000 manatdır. Mənimlə əlaqə saxlamağı unutmayın. Nömrəm 077 744 36 33. Satışda hər bir cür uyğun evlərimiz var. Sağ olun, hələlik.